مفتاحا لذكره وسببا للمزيد من فضله ودليلا على آلائه وعظمته، والصلاة والسلام على سيد المرسلين وخاتم النبيين مولانا أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين المعصومين، ولا سيما على سلالة النبوة وبقية العترة والصفة، صاحب الزمان ومظهر الإيمان ومعلن أحكام القرآن. اللهم نور بنوره كل ظلمة وهد بركنه كل بدعة، واقسم به كل جبار وأخمد بسيفه كل نار، وأذل بسلطانه كل سلطان. آمين رب العالمين. Ötən məclislərdə cümə bəhsində dedik, şeytanın bir gücü yoxdur ki, insanların ona gücü çatmaya. O ancaq vəsvəsə eləyir. Ondan başqa heç nə. Lakin vəsvəsəsində biri budur ki, heç kimdən məyusdur, əlin üzməyib, naümid deyil. İkincisi budur ki, vəsvəsəsində israr var idi. Bir dəfə, iki dəfə dedi, gördü alınmır, çıxa gedə işinə, belə deyil. 100 dəfə deyir, yorulmur, 101-ci dəfəni də deyir, 102-ni də deyir, 1000 dəfə deyir. Axır ki, istəyir nəsə eləsin, az da olsa bir şey eləsin. Üçüncüsü də budur ki, müxtəlif yollarla vəsvəsə eləyir. O həftələrdə deyildi ki, bu ki ümidün kəsmir, hətta böyük insanlar, o peyğəmbərlər ki Allaha imtihan veriblər, imtihandan çıxıblar, alnı açıq, başı uca və Allah onları Quranda tərif eləyir. Özünə dost kimin onları təqdim edir. Xəlilullah belə-belə insanlara genə də ümid eləyir. Genə də deyir, əlimdən nəcələr eləyərəm. Peyğəmbərlərin yanına gedir. İmam Rıza aleyhisselam buyurur, İblis Adəm zamanından ta Hazreti Məsih, Hazreti İsa ala nəbiyyina və alihi və aleyhisselam bir-bir onların yanına gedib, onlarla danışıb. Yahya Peyğəmbər Hazret buyurur, ünsiyyəti çox idi ondan. Gedirdi onun yanına, danışırdı ona. O əzəmətdə insan ki,
Pərverdigar-ı aləm onu möcüzə ilə dünyaya gətirib, adın özü qoyub Həzrəti Yəhyanın, o 9 nəfər ki, onların adını Allah təyin edib, biri də Yəhya Peyğəmbərdir. Amma ondan belə gedir gəlir onun yanına, onlara baxmayaraq ümidün kəsmir. Günlərin birində gedib Yəhya Peyğəmbər ilə danışır. Deyir ki, ya Yəhya, istəyirəm sənə nəsihət eləyəm. O da deyir ki, mənə nəsihətin lazımdır, amma sualım var səndən. İstəyərdim ki, biləm, sənin yanında insanlar necədirlər? Bu Adəmin balaları ki, yer üzərində yaşayırlar, bunların barəsində mənə danışasan. Dedi ki, onlar mənim yanımda 3 iddədirlər. İnsanlar, söhbət bizdən gedir, bizim barəmizdə danışırlar. Deyir ki, onlar 3 iddədirlər. Bir iddəsi mömindirlər onların. Mən həməşə onları vəsvəsə eləyirəm, onları günaha tərəf çəkəm, aparam. Amma elə ki, başa düşdülər ki, mən onları günaha aparıram və onlar günaha ilişiblər. Başa düşəndən sonra nəyinsə vasitəsilə fərqi yoxdur. Bəzən görürsən, insan gəlir, oturur bir məclisdə bir mövizə eşidir, başa düşür ki, mən pis eləmişəm. Bəzən bir yaxşı dostu var, dost onu başa salır. Deyir, sənin bu əməlin pisdir, qəbul eləyir. Çox böyük şeydir. İnsan, mən dəfələrlə demişəm bunu, çox mühümdür. İnsan təzəkkür verə bilər. Təzəkkür verə bilər. Görə ki, biri səhv eləyir, onu başa sala bilər. Ona deməyəm mənə nə var, mənim nəyimə lazımdır. Nə olar, özləri bilər. Bu döyür. Və təvasav bil-haqq. Möminlər budur ki, bir-birlərin həqiqətə dəvət edələr. Bir-birlərin mərufa dəvət edələr. Onların səhvi olsa, onları başa salalar. Deməyələr, mənə nə var, mənim nəyimə lazımdır. Bu bu çox mühümdür. Allahın dostlarının əlamətlərindən biri budur. Görsə ki, günah var, görsə ki, səhvi var, oradan keçmir. Dayanır, orada bir şey deyir. Amma deməyin qaydasını bilmək özü bir fənnidir. Özü ağıl istəyir insan necə deyə. Bir cür deyə ki, həm onda təsiri ola, həm iş alına, həm nəticə verə. Bu cür. Bu biridir. İkincisi də budur ki, mühümün. O ki, insana biri təzəkkür verir, onu qəbul eləyə insan. Həm təzəkkür demək mühümdür, şücaət istəyir. Şücaət istəyir ki, insan təzəkkür verə, nəsihət eləyə, mərufa dəvət eləyə. Bu şücaət istəyir. Həm də təzəkkürü qəbul etmək şücaət istəyir. Adam var, xatı eləyirsən, bir şey deyirsən ki, qardaş, bu belə olmasa, belə olsa yaxşıdır, day əl çəkmir. Day yaxşı da, qardaş, day baxma sözümə, yer get da, yox, olmaz. Ta onu sübut eləyə ki, mən səhv deyirəm, sən səhvsən. Nəyim səhvdir? Dəstəmazı qələt alırsan, deyirəm, bu qələtdir. Namazda səhv eləyirsən, deyirəm, bu səhvdir. Azana qulaq asmırsan, deyirəm, qulaq as. Niyə narahatsan? Düz deyirəm mən. Qəbul eləmək özü də şücaət istəyir. İnsan qəbul eləyə, insanın əgər səhvlərin deyirlər, insanı başa salırlar, insan qəbul eləyə,
o ruhiyyə yarana insandakı biri bir söz deyəndə onu qəbul eləyə. Odur ki, deyir, bax, bəzən insanlar, şeytan deyir, 3 iddədirlər. Bir iddəsi, mən çəkirəm, aparıram günaha, elə ki, başa düşdü ki, səhv eləyib. Elə ki, başa düşdü ki, günah eləyib, tez tövbə eləyir. Deyir, onda biz bir şey eləyə bilmirik ona. O ki, başa düşdü, səhv eləyib. Bildi ki, günahkardır. Bilcəyin əl qaldırdı, ilahi əff elə məni. İlahi, bilməmişəm, məni bağışla, başa düşməmişəm, indi başa düşdüm. Deyir, ona da bizim gücümüz çatmır. Ən çətin insanlar deyir, bunlardır. Günahın biləndən sonra tövbə eləyir. Səhvin biləndən sonra peşman olur. Peşmançılığında dayanır, Allaha üzr istəyir. Deyir, bunlara bizim gücümüz çatmır. Bunlar bir iddədir. İkinci iddə, onlar bizim ixtiyarımızdadır. Əlimizin içində mum kimindir. Necə istəyirik, o cür eləyirik. Elə bil topdur. Topu necə hara istəyirsən, ora vurursan. Bu vurur ona, o vurur buna. Gene də bu vurur ona, gene də o vurur buna. Top kimindir. Nə istəyirik, eləyirik. Bunlar deyir, asandır. Heç bunlara demək də lazımdır. Elə bunlar bizim dalımızcan gəlir. Bunlar bizim düşüb arxamıza. Bunlar bizimkidir. Bu da biridir. Üçüncü də siz peyğəmbərlər, siz ənbiya, övliya, həqiqi möminlər, bizim vəsvəsəmizin təsiri yoxdur. Bizim onlara ürəklərinə yolumuz yoxdur. Bu sultanı Allah bizə verməyib ki, biz peyğəmbərlərə, övliyaların ürəyinə girə bilək. Yəni, şeytan özü də bilir ki, muxlis insanların ürəyinə yol yoxdur. Amma ümidün kəsmir. Kiminlə istəyir, nə əzəmətdə insan olur olsun, ondan əl çəkmir. Gedir Yaqub, Əyyub, böyük peyğəmbər, Əyyub peyğəmbər bütün insanlara nümunədir səbridə. Bütün insanlara. Quranda nə qədər onun barəsində Allah bizə söhbət eləyir. Və vəhəbna ləhu əhləhu və misləhum məəhum rəhmətən minna və zikra li ulil əlbab. Ağıllı insanlara deyir. Bax, bu nümunə kimin göstərilir? Ağıllı insanlara. Bizim rəhmətimiz ona nazil olub. O əzəmətdə bir insandır. Şeytan dedi, ilahi, bu ki Əyyub səbr eləyir, ibadət eləyir, mal var, dövlət var, evlat var, hər nə var. O niyə səbr eləməsin? Nəyi yoxdur onun? Əgər onun malı olmasaydı, o səbr eləyə bilməzdi. İndi Əyyubun barəsində müzakirə gedir. Pərverdigar aləm dedi, yaxşı, sən belə deyirsən, onun malın, dövlətin qoydum sənin ixtiyarında, nə inirsən elə? Pərverdigar aləm, ala bu cümlənin bir izah lazımdır, amma ondan keçirəm mən. Pərverdigar aləm onun aldı. Malı var idi, heyvanı var idi, nə bilim. Deyirlər, onun mal-qarasın bir yan o yana aparmaq üçün 500 nəfər adam işləyirdi. Yeri əkələr, neyniyələr, bax işçiləri.
Evladı var idi, oğlanları, 7 dənə oğlu var idi, 7 qızı var idi. Hər şey. Deyir, bir Allah başladı, onları aldı. Ta onların hamısı əlindən çıxdı. İndi biri gətirsə, bir çörək versə, bu yiyəcək, gətirməsə yoxdur. Ta o günə qaldı. Amma yerindədir. İman yerində, səbr yerində. Şeytan dedi, ilahi, yox, bunun canı sağlamdır. Can sağlamdır, ağrı yox, dərdi yox. Nə üçün səbr eləməsin? Yaxşı, istəyirsən, Əyyubi imtihan eləyəsən, yoxlayasan, aldım. Nə var sağlamlıq hamısını aldım. Ta o günə qaldı ki, bəziləri dedilər ki, sənin Allah yanından nə boyda günahın var ki, Allah bunların hamısını səndən aldı. Daba belə-belə sözlər deyirdilər ona. Arvadı da dedi. Dedi, istə Allahdan. Da nə var əlimizdən çıxıb? Özündəki bu günə qalıbsan. Cürəbəcürə xəstəliklər. Öz yoldaşına dedi, neçə il Allah bizə verdi, firavanlıqda yaşadıq. Dedi, 80 il. Dedi, yaxşı, indi neçə ildir bizdən alıb? Dedi, 7 il. Dedi, hələ utanıram axı. Hələ qoy o da 80 olsun. Hələ qoy o da 80 olsun. Ondan sonra Allah özü kərimdir görür. Allah özü bilir. Ondan bir dua elədi. Və Əyyub iznada Rabbəhu. Allah'a belə dedi. Ənbiya surəsindədir. 83-84-cü ayələrdir. İnni məssəniyyəz-zur və əntə ərhəmur rahimin. Pərverdigara, bu bəlalar ki mənə üz verib, sən görürsən və hamıdan çox rəhm eləyən sənsən. Genə də hissat demədi. Belə dedi. Dedi, bu bəlalar ki mənə üz verib, sən ərhəmur rahiminsən. Sən hamıdan çox rəhm eləyənsən. Fəstəcəbnə ləhu. Quran deyir, icabət elədik onun dəvətin. Fəkəşəfnə ma bihi minəd-dur və ateynahu əhləhu və misləhum məəhu. Nə var idi qaytardıq özünə. Artıqlığı can qaytardıq. Rəhmətən min indina və zikra lil-abidin. Qoy dünya görsün, qoy dünya bilsin. Bu əzəmətdə insan, bizdə bir balaca bir şey olur, Allahın rəhmətindən əl üzürük. Bir balaca narahatçılıq olur, bəzən mən görmüşəm, bəzi insanlar Məkkəyə gedirdi, bir əzəmətli bir insan idi, gedirdi Məkkəyə, bir nəfərdən ayrılanda, dedi, siz də dua eləyin, mən də inşallah orada dua eləyərəm sizi. Dedi, istəmirəm dua eləyəsən. Siz bilmirsiniz axı, kim kimə deyir. Adam var, ömürdə bir dəfə yalvarır, əli ona çata. O buna deyir, mən səni dua eləyərəm, bu deyir, yox, istəmirəm dua eləyəsən. Təəccüblə dedi, nə üçün? Mən də var idim, baxıram. Dedim, dedi, nə üçün? Dedi, küsmüşəm Allahdan. İstəmirəm məni dua eləyəsən. Nə olub, bir dənə hacəti var idi, balaca bir hacət. Bir neçə il istəmişdi, hələ hacətinə çatmamışdı. Sonra da çatdı. Sonra da Pərverdigar aləmin mərhəməti ilə istədiyinə də çatdı. Bu ki, insanda güc ola, imanın gücü, qudrət ola, mənəviyyətin qudrəti və xırda şeylərin hamısın Allahın rizayətinə fəda eləyə bilə, ona xanım Zəhra kimin insanlar istər, ona əmirul müminin kimin insanlar istəyər,
Yenə də o əzəmətlə ki onlarda var, o əzəmətlə ki onlarda var, şeytan onlardan da ümidini kəsmir. Görür onlarda bu əzəmət var. Amma yenə də onlardan ümidini kəsmir. Deyir, əlimə bir şey gələr. Quranda o insanlardan ki, Peyğəmbər kimin, bəzi insanlar Peyğəmbər kimin onları tanıyıb, biri də Zülkiflidir. Zülkifl adı onun başqa şeydir. Adı Abidiya o vaxtın adlarındandır. Yəsə' Peyğəmbər dünyasını dəyişirdi. Yəsə' Peyğəmbər dünyasını dəyişirdi. Allah ona əmr etdi ki, yerüvə birini təyin et. Allah bilir deyə kim təyin olacaq. O da gəldi, sahabələrin yığdı, dedi ki, mən 3 dənə mətləb deyəcəyəm. Hər kəs o 3 dənə mətləbi qəbul eləyə bilsə, onu yerimdə Peyğəmbər təyin edəcəyəm Allahın izni ilə. Nə diyorlar? Biri budur ki, gecələri gərək yatmaya. Gecələrin çox hissəsin ibadət edə. Olmaz ki, dayı. Elə bil maşında şoför yata. Əgər maşında sərnişinlər yatır, niyə yatır? Çünki şoför oyaqdır. Əgər görsələr şoförün yuxusu gəlir, onların yuxusu gələr. Dayılar yatmaz. Peyğəmbər ümməti çəkir, aparır. Olmaz ki, gecəni səhərəcən yata. Onun imanı ilə, onun nuraniyyəti ilə ümmət nuraniyyət tapır. İkincisi budur ki, günüzləri oruç tutacaq. Bu iki. Üçüncüsü də budur ki, ömründə qəzəblənməyəcək. Qəzəblənsə Peyğəmbər olanmaz ki. Əgər qəzəb gələcək, da bu hidayət eləyənməz. Bir nəfər Abidiya adında dedi mən. Heç kim cavab vermədi. Qaldı sabaha. Təkrar yenə də o dedi mən. Allahın əmri ilə onu seçdilər. Peyğəmbər kimin təqdim etdilər? Allahın əmri ilə. İndi şeytan baxır buna. Bu 3 dənə sözə, 3 dənə mətləbə söz verib, vədə verib. İstir indi onları biyanoyan eləsin. Namazına gücü çatmadı. Orucuna da gücü çatmadı. Adamlar təyin etdi şeytan, dedi onu qəzəbləndirin. Bu gecələrin çoxun ki oyaq qalırdı, günüzlər müəyyən saat, 1-2 saat yatırdı. Elə başın qoyub yerə təzə hələbini yuxu aparıb gəlirdi, qapı döyülürdü. Filankəs evdə, bəli evdədir. Mənim ondan işim var. Nə işim var? Filan zalim mənim haqqımı alıb vermir. Mənim haqqımı alsın, versin. Peyğəmbərdir. Oyadırdılar, birinci dəfə oyatdılar, dedi get mənim adımdan de, haqqı al. Getdi, gəldi, sabahları düz o vaxt. Elə yenə də başın yerə qoyub, yuxusuz adamdır, düz o vaxt gəldi, qapını döydü. Getdim, sən sözüvə baxmadı, getmir ki. Getmir ki, yalandan deyir, gəldim, belə. Deyir, yaxçı, mən üzücümü verirəm sənə. O ki, deyirsən, inanmadı, bu üzücümü verirəm sənə, ged onun yanına. Denən, bu sənə üzücüm verib nişanədir. Onun haqqın ver. Getdi, sabahları qayıtdı, üzücü atdı, dedi, istəmədi üzücü.
Almadı, sözə də baxmadı. Dedi, bir şey yazaram, əlamət. O vaxtın yazısı necə idi? Elə bir şey elədi. Dedi, get, ver, denən filan kəs göndərdi. Düz o vaxt gəlir. Ta cinnənə. Görə ki, bu əl çəhmir məndən. Heç olmasa bir deyinə, bir söz deyə. Biz olsaq, deyərik, bu nə istir məndən? Başımı qoyuram yerə, gəlir. Nə istir? 3 gün keçdi. 4-cü gün gəldi, dedi, yazını da istəmədi. Dur, mənim haqqımı al. Durdu, yapışdı əlindən, dedi, gedək. Biraz getmişdilər, gördü, yox, bu cinlənmədi, məqsədə də az qalır, qaçdı, çıxdı, getdi. Zulkefl deyirlər. Kefl, ona deyirlər ki, bir adama bir şey nəsib olar, qismət olar. Keflin mənası odur. Bir mənası da budur ki, insan birinə kəfil olur, öz vədəsinə vəfa eləyir. Buna zülkefli deyirlər, ona görə ki, Allah buna o qədər savab nəsib eləmişdi, onun adına zülkefli deyirlər. Yəni, Allah buna çox ehsan və rəhmət nəsib eləyən insan. Yaxud o birisi məna, o ki 3 dənə şeyə vədə verdi, dedi mən onlara əməl eləyəcəyəm və ona görə də Allah onu seçdi, o 3 dənə vədəsin heç vaxt pozmadı. Ömrünün axırına qədər ona əməl eləyə bildi. Odur ki, ona zülkefli deyirdilər. Bax, beləncədir, deyir, əl çəhmir. Əgər o cür insanlardan ümidün kəsmir, onda vay bizim halımıza. Adam özü oturub öz halına baxanda görür ki, vay mənim halıma. İsa Peyğəmbər o əzəməti ilə belə, o ibadətlər ilə belə, Həzrəti İsa əleyhissalamla neçə il, ya neçə müddət, ili yadımda deyir, müddət yazıblar. Neçə müddət bir yerdə gəldi, özün bir mömin kimin təqdim elədi. Ondan ibadət eləyirdi. Ta günlərin birində dedi ki, mən əgər dağın kənarında dayansam və özümü assam yerə, o təqdir-i ilahi ki mənim barəmdə var, o pozular. Mən onu, bizdə suallar var da, indi cavan uşaqlar gəlir, soruşur. Deyir, məsələn, mənim ömrümü Allah 60 il eləyib. Mən 30 yaşında çıxıram, 15 mərtəbədən özümü atıram. O Allahın müqəddəratı necə olacaq? Bunlar elə bilirlər ki, bu sualları təzə tapıblar bunlar. Bu sualları şeytan o vaxt soruşub. Şeytan bunları düzəldib atıb ağızlara. Elə də deyir ki, məsələn, indi, məsələn, bizim dərs oxumuş uşaqlarımızın fikrinə gələ bunlar. Bunlar köhnə söhbətlərdir. Müntah hər əsrdə bir ifadədə, bir cümlədə, bir ədəbiyyatda deyilir bunlar. Elə ki, bu sözü eşitdi, İsa onun cavabında dedi ki, dedi, Rəbbi izə şaə ibtəlani. Mən Allahı imtihan eləyə bilmərəm ki, Allah məni necə istəsə imtihana çəkə bilər. Sən istəyirsən, mən Allahı yoxluyum. Ta bilindi ki, o şeytandı, çıxdı, getdi. Gəldi şeytanın, İsa Peyğəmbərin yanına, dedi, ya İsa, bir dənə sualım var. Buyur. Allah qadirdir ki, yer kürəsin sala yumurtanın içinə, amma bu şərtinə, nə yumurtanı böyütməyə, nə də yer kürəsin kiçiltməyə. Allahın buna gücü çatar ya çatmaz. Əgər desə çatar, necə olar? Əgər desə çatmaz, yəni Allah acizdir. Allahın gücü çatmadı.
İsa Peyğəmbər buyurdu ki, bu suallar var elə, indi də var. Deyirlər, bu sualların hamısı var. Ta da ona vaxt yoxdur ki, o sualların hamısını yığasan, deyəsən, bax, tarixdə bunları şeytan düzəldib. Deyir, İsa Peyğəmbər buyurdu ki, veylək, İnnəllâhə la yusəf bi'aczin. Allah acizliyə tərif olmaz. Deyəsən, Allah acizdir. Ya deyəsən ki, Allahın gücü çatmaz. Ki, belə başa düşülər ki, Allah acizdir, gücü çatmır. Yox. Həzrət buyurdu ki, əgər istəsə yer kürəsin balacalada sala yumurtanın içinə, Allahdan başqa kimin gücü çatar yer kürəsin yumurta boyda eləyə? Əgər eləsə. Əgər istəsə yumurtanı böyüdə yer kürəsi boyda ola, ondan sonra o kürə girə yumurtanın içinə, Allahdan başqa kim yumurtanı yer kürəsi boyda eləyə bilər? Pəs əgər yumurtanı böyütsə, o da yine Allahdır. Əgər yer kürəsin balacalada, gene o da Allahdır. Onun Allahlığıdır ki, o kürəni yumurta boyda eləyə bilir. Sən ki şərt qoyursan, bu şərtin nə mənası var? Əgər bunu eləməsə də o Allahdır, eləyə bilsə də elə Allahdır, eləyə bilir. Çünki Allahdan başqa heç kim onu eləyə bilməz. Yani ümid var şeytanda, ümid var İsa Peyğəmbər kimin insandan otura, İsa Peyğəmbəri Allahdan da mənim kimin deyir ki, bəni bir cür Allahdır, hərəni bir cür Allahdır. İsa Peyğəmbəri gəlib hədislərin birində var, İbn Abbas nəql edir bunu, deyir İsa Peyğəmbər elə ki Peyğəmbərliyə çatdı, o möcüzələr də ki onun barəsində olmuşdu, atasız dünyaya gəlib, beşikdə danışıb, nə bilim, ölüləri dirildir. Belə möcüzələr İsa'da gəldi, dayandı, onu Allah kimin ona təqdim eləyirdi İsa'nı. Deyirdi, rububiyyətdə kim bu dərəcəyə çata bilər? Rububiyyət Rəbb sözündəndir. Yani İsa'ya rububiyyət nisbəti verirdi. Çox mühümdür bu. İsa Peyğəmbərə deyir ki, böyüklükdə, rububiyyətdə sən o yerə çatdın ki, atasız dünyaya gəldin. İsa baxdı, dedi, bəl əl-əzəmətu lilləzi kəvvənəni. Əzəmət onundur ki, o məni atasız dünyaya gətirdi. Və kəzalikə kəvvənə Adəmə və Həvva. Necə ki, Adəmi atasız və Həvvani atasız dünyaya gətirdi. Şeytan gördü, olmadı. Dedi, rububiyyətdə sən o dərəcəyə çatdın ki, uşaq vaxtı beşikdə nütq elədin sən. Danışa bildin o gözəllikdə. İsa Peyğəmbər baxdı, dedi, bəlil əzəmətulləzi əntəqəni fi siğəri. Əzəmət o Allahındır ki, məni uşaqlığımda dilə gətirdi. Vələv şaə ləəbkəməni. İstəsəydi, lal eləyə bilərdi məni. Gördü, alınmadı. Dedi, əzəmətdə, rububiyyətdə sən o dərəcəyə çatıbsan ki, bir quş surətində palçığı düzəldirsən, ona püflüyürsən, o dirilir, uçur. Kim bu işi görə bilər? İsa dedi, bəlil əzəmətul lilləzi xələqəni və xələqə ma səxxərəli. Əzəmət o Allahındır ki, məni də yaradıb və o şeylər də ki, mən onun izni ilə yaradıram, onları da o belə qərar verib, mənim ixtiyarımda qərar verib. Alınmadı.
Bilirsiniz, insanı ki tərif eləyirlər, insan yolundan çıxır. Bunu bizə öyrədir. Deyir, fikirləşmə ki, gəlib sənə deyirlər, sən olmasaydın vay bizə. Sən də fikir inanasan onlara. Alladarlar səni şeytan, hərəni bir cür alladar. Bir cür tərif eləyərlər sənə, inanarsan, elə bilərsən ki, düz sözdür. Nəfsi diyor, səni tərif eləyirlər. Allah rəhmət eləsin, əxlaq alimləri bir sözlər deyirlər ki, adam oxuyanda onlardan həzz ala bilir. Əxlaq alimlərinin birindən bir cümlə yadıma düşdü, çox böyük, əzəmətli bir insandı. Tehranda yaşayır, çox əzəmətli bir insandı. Onun barəsində insan nə qədər söz danışa bilər, neçə saatlarla onun barəsində danışmaq olar. Əxlaq alimidir, çox möhtərəm bir alimdir. Deyir ki, nəfs sənin düşmənindir. Heç olub deyir indiyəcən ki, bir nəfərin öz nəcasətin tualetdən gətirələr, üzr istəyirəm bu, da indi o əxlaqi sözü demək üçün bunları mən məcburam deyəm. Gətirələr, onu buna tərifləyələr, bunun xoşu gələ. Olar belə şey. Deyir, o adam ki mənə danışırdı, dedik ki, yox, olmaz belə şey. Heç kim belə olmaz. Gözü ilə görə ki, öz nəcasətin gətiriblər, ona tərif eləyirlər, bunun da xoşu gələ. Belə şey mümkündür. Deyir, axı insanın həvai nəfsi nəcasətdən mındardır. Axı Peyğəmbər deyir, ə'da əduvvuk. İnsanın olar ki, düşmənin tərifləyələr insanın xoşuna gələ. Bir adam sənin ondan acığın gedir. Sənin əzizliyi öldürüb, balığı öldürüb. Sənin yanında tərifləsələr xoşun gələr? Yox. Peyğəmbər deyir, nəfs insanın düşmənlərinin hamısının içində, hamısından qəddar, hamısından pis düşmən insana nəfsidir. Necə sənin nəfsü, səni tərif eləyirlər özü, özün xoşun gələ sənin. Sən yolu yazıbsan. İsa Peyğəmbər o mərəkənin qəhrəmanıdır. O mərəkənin qəhrəmanıdır. Bunları bizə öyrədir. Deyir, səni tərifləyərlər, inanarsan ha birdən. Elə bilərsən, elə sən olsan. Yox, onları qoy kənara. Cəmaatın işi budur. Cəmaat gəlir. Bir sözü var deməyə. Əvvəldə sözün deyə bilmir, nəyə gəlmişəm. Başlayıb səni biraz təriflə, yumuşalda səni. O ki, başlayıb səni yumuşalda, sən zahirdə sakit ol. O elə bilsin, elə ki, sən inanırsan. Amma içəridə inanmayasan sən. İçəridə biləsən ki, o sənin ayaqları onun altına sabun çəkir, səni sürüşdürə. O istir səni yumuşalda. Bunu başa düşəsən, başa düşmədinsə elə aparacaq səni. Özün elə biləcəksən, elə müqəddəssən. Yəhsəbunə. Quran deyir, elə biləcəklər ki, bunlar elə yaxşıdırlar. Amma sürüşdürəcək səni. Dedi, axı sən xəstələrə şəfa verirsən, ölüləri dirildirsən sən. Sən gör hansı dərəcəyə çatıbsan. Dedi, bəlil əzəmətü lilləzi bi iznihi əşfihim və izə şaə əmrəzəni. Onun əmri ilə mən şəfa verirəm. İstəsə məni də xəstə eləyər o. Mən onun əmri ilə şəfa verirəm. Əgər mən dirildirəm, bəlil əzəmətü lilləzi bi iznihi uhyihim, onun izni ilə dirildirəm. Və la buddə min ən yumitə ma uhyitu və yumituni
İstəsə məni də öldürər o. Mən onun izni ilə dirildirəm. Dedi, sən bir dərəcəyə çatıbsan, suyun üzündə yol gedirsən sən. Sən dərya, İsa Peyğəmbər gedirdi. Dəryanın üzündə, suyun üzündə yol gedirdi. Ayağının altıda yaş olmur. Sən bu dərəcədə rububiyyətə çatıbsan. Dedi, əzəmət onunkudur, zəllələhu li, su mənim ayağımın altında zəlil eləyib, vəlo şaə əğrəqəni, istəsə mən də boğularam. Hər şey boğulur, məni də istəsə boğularam, o istəsə boğularam, o istəsə boğulmaram, istəh onunkudur. Dedi. Ta dedi, sən bir dərəcəyə çatarsan ki, dünyaya ruzi verərsən. Daybını başlayıb gələcəkdən vədə verir mənə. Dedi, Subhanallah, mil'ə səmavati və ərəzi. Allah əzəmətlidir yerinlə göyün arasında. Əzəmət onunkudur. Ruzi onundur, həyat onundur, məmat onunkudur, hər şey onunkudur. Biz onun ixtiyarında yox. Biz Pərverdigar-ı aləmin nəfəs gəldi, onun izni ilə gəlib. İzni olmasa qayıtmayacaq. Göz görür, onun izni ilə görür, izni olmasa görməyəcək. Qulaq eşidir, onun izni ilə eşidir, izni olmasa eşitməyəcək. Əgər bunu insan başa düşsə, insanın tevhidi güclü olsa, onda şeytanın gücü çatmaz. Şeytanın gücü onda çatır ki, insanın tevhidi zəifləyir. Tevhid zəiflədi, nübüvvət tevhidə bağlıdır, məad tevhidə bağlıdır. Hər şeyin məbdə odur. Deyir, oradan sən özü saxla. Oradan sən çalış ki, möhkəmlədəsən oranı. Oradan zəifləməyəsən, sındıranda səni tevhiddən sındıra. Əgər tevhiddə, əqidəndə çürüklük olsa, zəiflik olsa, sındırar. İsa Peyğəmbər dayandı qabağında, axırda o çıxdı getdi. Gördü, mümkündür. O ki, Peyğəmbərlərin ürəyinə yol tapa bilmirəm, Allah sültə verməyib, müsəllət eləməyib ona. Onlardan ümidin kəsir. Yəni ümidin kəsir ki, görür gücü çatmadı. Ondan sonra gəlir möminlərə. Möminləri hardan istəyir sındırır. O möminlər ki, onlar başa düşən, sınmağın eybi yoxdur. Oxuyacı yox, sınmağın eybi yoxdur. İnsan sürüşür, günaha düşür. Mühüm odur ki, günahı başa düşəndən sonra tövbə eləyir. Mühüm odur ki, səhvin biləndən sonra istiğfar eləyir. Yolu davam etdirmir, xilafi, harami. Allah hamımızın aqibətimizi xeyr eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. Hacətlərimizi rəva elə. Aqibətimizi xətmi bixeyr elə. Ölənlərimizə rəhmət elə. Pərverdigara xəstələrə şəfa kəramət elə. İltimas dua deyən xəstələrə şəfa kəramət elə. Pərverdigara müsəlmanlara izzət mərhəmət elə. Xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənləri zəlil elə. Pərverdigara imam zamanımızın zuhurində tə'cil elə. Bi haqqi Muhammedin və alih və bil Fatihəti ma'as salavat.